Salam, hər vaxtınız xeyirli olsun. Yeni bir vloguma xoş gəldiniz. Gördüyünüz kimi artıq evimizdəyik. Bilirsiniz ki, biz 2 günlük rayona getmişdik. Bundan öncəki vlogum rayon vlogu idi. Bu vlog isə bambaşqa bir vlog olacaq. Belə açıqlama verim. Demək ki, biz bir neçə vaxt idi ki, bir neçə müddət idi ki, evimizi satışa çıxarmışdıq və çox şükürlər olsun ki, artıq 20 gün idi ki, evimizi satmışıq. Artıq o deyir, getmə zamanı gəlib çatdı. Kızlar, getmişdim alışverişə, ev üçün bir-iki lazım olanları almağa. Təbii ki, oradan çəkiliş edə bilmədim. Gördüyünüz kimi bir ədəd porselen aldım. Porselenim yox idi. Dedim elə vinliyim. Bir ədəd belə süpürgə dəstə aldım. Düzdür, mən evdə süpürgə istifadə etmirəm. Evə süpürgə vurmağı sevmirəm. Amma düşündüm ki, məncə köçəcəyimiz ev bina evidir. Ora balkona da lazım olacaq. Belə. Biz qadınlar bilirsiniz ki, bir alışverişə getdiksə mütləq şəkildə qab almalıyıq. Mən də yerinə yetirdim. Çox gözəl dəstə. Çox açıb sizə göstərəcəm. Bir də Dekolivə dəydim. Dekolivdə də çox gözəl indirimlər var idi. Fürsətdən yararlandım. Baxın, qızlar necə gözəldir. Bunu bilirsiniz nədə istifadə edəcəm inşallah. Bunu yataq otağıma qoyacağım. Və üstünə, içinə daha doğrusu düşünürəm ki, qəşəng ya ətir yığmağa, ya krem. Çox qəşəng. Qiymətdə gördüyünüz kimi 10 manata. Məncə yaxşıdır. Bu da indirimdə idi. Sonra qulaq pambığı üçün belə bir qab aldım. Mən ümumiyyətlə taxtalı qabları çox sevirəm də qızlar. Baxın, nə gözəldir. Başında belə taxta varsa, mənim ən favori məhsulumdur. Çox sevirəm. Bir göstərim sizə. Baxın. Məndə əslində özümün var idi. Sadəcə o artıq köhnəlmişdi. Dedim, yeni evə, yeni alışverişlər olsun, yeni məhsullar olsun. Baxın belə. Buna da pambıq yığacam. Qulaq pambığı. Bu da çox qəşəng. Baxın. Belə. Baxın qızlar necə gözəl görünür. Ay, çox qəşəngdir, mükəmməl. Qızlar, bir də belə özüm üçün ayaqqabı aldım. Onu da sizə göstərəcəm. Görün nə gözəldir qızlar. Baxın. Görən kimi vuruldum. Dedim, bu mənim olmalıdır. Çox qəşəngdir. Bunlar bu il dəbdədir. Baxın. Çox qəşəngdir. Bugün özümü mükafatlandırmışam. Biz popcorn hazırlayırıq. Xəyal mənim üçün çox ağladı. Bayaqdan ağlayır, dəvin tapa bilmirəm. Axır dedim, gəl sən ağlama, mən sənə popcorn hazırlayayım. Və razılaşdıq. Hə, Xəyal? Qızlar, 2 gündür dəhşət yağış yağır. Dəhşət, dəhşət. Allah hər kəsin köməyi olsun, yardımcısı olsun. Sosial şəbəkələrdə görürük, həqiqətən vəziyyət yaxşı deyil. Hər yeri su basıb, bir çox yerləri. Allah hər kəsin köməyi olsun. Və bu yağışın yağmağı denk gəldi bizim köçməyimizə. Yenə də bərəkət yağır deyək, uğurlu olsun inşallah deyək. Yaxşı olsun. Artıq bəzi əşyalarımızı yerləşdirmişəm. Bugün bəziləri gedəcək, indi evi də sizin üçün çəkib göstərəcəm inşallah. Otağın vəziyyəti dəhşət. Dəhşət bir vəziyyət deyil. Burada da paltarlarımı yerləşdirmişəm. Demək olar ki, boşdur artıq.
bir çox şeyləri götürmüşəm. Yavaş-yavaş aparmağı düşünürəm ki, gedim bir partiya orada yerləşdirim, təzədən gəlim götürüm, təzədən aparım. Məncə belə daha yaxşıdır, rahat olacaq. Bu da mətbəxin günü, qızlar. Evin halı dəhşət vəziyyətdədir. Hər yeri töküb töküşdürmüşük. Güya belə etməyəcəkdim. Bir-bir edəcəkdim, amma yenə də aləmi qatdıq bir-birinə. Gördüyünüz kimi qabları yerləşdirmişəm. Burada da iş çoxdur. Artıq gedirik yeni evimizə. Az da olsa veşləri yığmışıq. İndi aparırıq yeni evimizə. Dəhşət yağır qızlar. Bir yağışa baxın. Və beləliklə gəldik yeni evimizə. Bura mənim yeni mətbəximdir. Gələrkən marketə dəydim. Təmizlik etmək üçün alış-veriş etdim. Və qızlar, onu da vurğulayım ki, bu ev bizim deyil. Bu evdə müvəqqəti olaraq qalacağıq. Gördüyünüz kimi artıq şkafların veşlərin yarısını, demək olar ki, bir çoxsunu artıq həll etmişik, aparmışıq. Burada olan klokları da apardıq, hər birini yerləşdirdim. Qızlar, çox çəkiliş edə bilmirəm, bilirsiniz, baş necə qarışıqdır. Deyirdim ki, çox gözəl çəkilişlər edəcəm, amma inanın ki, bunu ora yerləşdir, onu bura yerləşdir. Artıq o deyir, vaxt tapa bilmirəm ki, telefonu əlimə alım, çəkiliş edim. İnşallah tam yerləşim, gözəl vloqlar gələcək. Yavaş-yavaş artıq bunları da yerləşdirdik. Demək olar ki, buranı da göstərim sizə. Evin gününə bir baxın. Uşaqların kravatı da getdi. Buraları təmizləyəcəm. Evi təmiz qoyub çıxmaq istəyirəm. Nə də olsa kravatsa dolub altı, baxın. Görün nə qədər təmizləsək də yenə də inanın ki, xeyir yoxdur. Elə baxıram ki, bunlar hardan çıxdı? Halbuki bir əlim evin üstündə idi, amma baxıram ki, o deyil. Sonra burada da paltarlar var. İnşallah bunları da yerləşdirəcəm. Bu şkaf qalacaq. Bu şkaf aparmağı düşünmürük. Çünki zaten onsuz da xarab olub. Bir içini götürəcəm. Belə. Gördüyünüz kimi bir vlogun daha sonuna gəldik. Bugünlük bu qədər. Artıq vlogu dayandırıram. İnşallah ki, yeni vloglarda görüşənədək.